Salam şagirdlər, bu videoda KSG 9-cu C və D variantının bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. KSG 9-da C variantından sual 1-dən başlayaq. Bizə deyir ki, A 4 ilə 1 arasındadır. Olarsa A kvadratı ifadəsinin ən kiçik qiymətin və ən böyük tam qiymətinin cəmini tapın. Cəmini soruşur. A kvadratı nə olar uşaqlar? A kvadratı 16-dan kiçiklər və 1-dən böyüklər. Düzdürmü? İndi ən böyük və ən kiçik. Ən böyüyü, daha doğrusu ən kiçik nə olacaq? 1-dən böyük ən kiçik ədəd nədir? 2-dir. Düzdürmü? Və ən böyük nə olacaq? 16 olacaq. 2 ilə 16-nın cəmi eləyər 18. 2 üstə gəl 16 bərabərdə 18. Cavabımız olar C variantı. Sual 2-də isə bu qələm nə yaman qalın oldu. Yaxşı. Sual 2-də isə deyir, ulduzun yerinə aşağıdakılardan hansı yazılarsa modulda x çıxarıb 1 0. Burada isə ulduzdur. Burada deyir, ulduzun yerinə nə yazsaq, bərabərsini ödəməyən yeganə ədəd var. Bərabərsliyi ödəməyən yeganə ədəd var. Burada uşaqlar ulduzun yerinə böyükdür işarəsi qoysaq, onlar modulda x çıxarıb 1 böyükdür 0. Baxın, bu bərabərsliyi ödəməyən yeganə hal hansıdır? Bir dənə x-in bir halıdır ki, x-a 1 versək, 1 çıxaq 1 böyükdür 0 olmur axı. Bərabərdir 0 olmalı, düzdür? Deməli, ödəməyən yeganə bir dənə ədəd var, o da 1-dir. Deməli, hansı halda B variantı böyükdür işarəsi olarsa. Üçüncü sualda deyir, -3,5 kiçikdir. 2x çıxaq 3 bölü 4-dən, o da kiçikdir 5,5-dən. Hər tərəfə 4-ə vursaq, eləyər 14, -14 kiçikdir. 2x çıxaq 3, o da kiçikdir 22. Düzdürmü? Bəli. İndi burada 2x kiçikdir. 3 üstünə gəlsə 25-dən kiçikdir -11-dən. Düzdürmü? Və 2-yə bölsək, x olar 12,5-dən kiçik, -5,5-dən böyük. İndi bizə nə edir? Bərabərslik həll edin. Deməli, -5,5-dən böyük, 12,5-dən kiçik. Olacaq -5,5, 12,5. Cavabımız olar A variantı. Dördüncü çalışmada isə x üstə gəl 2 vuraq, x üstə gəl 3 böyükdür, x çıxaq 1 vuraq, x çıxaq 4-dən. Bərabərslik həll edin. Uşaqlar, bunu sadəcə sadələşdirib həll edə bilərik. Başqa heç bir halı yoxdur yəni. Neyək? X kvadratı üstə gəl 5x üstə gəl 6 böyükdür. X kvadratı çıxaq 5x üstə gələk 4. Keçirsək bir tərəfə. X kvadratı üstə gələk 5x üstə gələk 6 çıxaq x kvadratı üstə gəl 5x çıxaq 4 böyükdür 0. Sadələşdirək. Burada x kvadratlara islah olunur. 5x ilə 5x-in cəmidir 10x çıxaq, yox, üstə gəl 2 böyükdür 0. Burada 10x böyükdür -2-dən, x də böyükdür -0,2-dən. Deməli, x böyükdür -0,2-dən. Cavabımız olar B variantı. 5-ci çalışmada isə A-nın hansı tam qiymətində tam ədədləri. A-nın hansı tam qiymətindən modulu x kiçik bərabərdir A. Bərabərsinin 3 tam həlli var. A-nın hansı? Deməli, 3 tam həlli olması üçün, baxın, A-ya əgər 0 desək, bir halı var. A-nın 0 qiymətində. A-ya 1 desəm, deməli olacaq, onda nə olacaq? Modul x kiçik bərabərdir 1. Burada x nə olacaq? Kiçik bərabər 1-dən x
böyük bərabər mənfi 1-dən. Düzdür? Hansı hallar? Mənfi 1 ilə 1 arasında. Hansı ədədlər var? Mənfi 1 var, 0 var və 1 var. Neçə dənə həllidir bu? 3 dənə həllidir. Düzdür? Bizə deyir ki, A-nın hansı tam qiymətində 3 tam həlli var? Cavabımız olar C variantı. A-nın 1 qiymətində. 6-cı çalışmada isə deyir A 2 ilə 6 arasındadır. Yəni, uşaqlar belə qeyd edirəm. 2, 3, 4, 5 və 6. Çoxluq olaraq belədir. Və B isə 4 və 9 aralığıdır. Yəni B 5, 6, 7, 8-dən ibarət. Çünki burada boşdur mötərizə, burada isə doludur ona görə. Aha, nə deyir bizə? Deyir A çıx B birləşmə B çıx A-nın çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Aha, gəlin görə nə edir? A-dan B-ni çıxaq. Yazıram A çıx B. Bizə nəyi verir? A-dan B-ni çıxanda deməli 5 gedir 6. Qalır 2, 3, 4. 2, 3, 4. Düzdürmü? Bu dəfə B-dən A-nı çıxsaq isə B-dən A-nı çıxsaq qalır 7 ilə 8. Düzdürmü? Və onları deyir birləşdir. Düzdürmü? İndi bununla bunu birləşdirsək nə alırıq? Alırıq ki 2, 3, 4, 7, 8. Düzdür? Birləşdirəndə bunu alır. İndi deyir ki, çoxluğuna daxil olan tam ədədlərin sayını. Neçə dənə ədəd var burada? 3, 2, 5 dənə. Cavabımız olar C variantı. 7-ci çalışmada isə x-in kubu üstə gələk 2x-in kvadratı üstə gələk x üstə gələk 2 böyükdür 0 bərabərsizliyinin sol tərəfini vuruqlara ayırın və həll edin. Uşaqlar gəlin bunun ikisindən x-in kvadratını çıxaraq qalsın x üstə gəl 2 üstə gəl x üstə gəl 2 böyükdür 0. Burada x üstə 2-ni çıxarsaq mötərizə xaricinə qalar nə? X-in kvadratı üstə gəl 1 böyükdür 0. Uşaqlar baxın bura. Bu ifadə hər zaman müsbətdir. Çünki kvadratın bütün qiymətləri, yəni ən kiçik qiyməti 0-dır. Üstünə 1 gələndə deyir 1. Bu deməli müsbətdir. İndi bu müsbət böyükdür olması üçün bu müsbətsə deməli bunda müsbət götürməliyik. Yəni x plus 2-ni böyük götürsək, x bölüyər mənfi 2-dən. Cavabımız olar mənfi 2-dən böyüklər. Yəni A variantı. Sonra 8-ci çalışmada isə kökdə 3 çıxaq 3 vuraq x minus 2 kiçikdir kökdə 3 çıxaq 3-dən. Aha, bu ifadə aşağıda mənfidir. Düzdürmü? İndi niyə bunu bircə saniyə görək bunu necə yazaq. Aha, bu da mənfidir, bu da mənfidir. Bunu buna bölüyor. Deməli, x çıxaq 2 kiçikdir, bu bölək bu. Yəni, eləyir 1. Bunu buna böləndə eləyir 1. X kiçikdir 3-dən. Düzdürmü? Belə bir alırıq. Bəli, x kiçikdir 3-dən. Deməli, x-in 3-dən kiçik hallarında bu bərabərsizlik doğrudur. Düzdürmü? Hansı var ya? Yox, bir də saniyə qoy, bir də baxım. Deməli, bu mənfidir. Mənfini müsbətə vuranda mənfi eləyər də. Deməli, biz bunu yox, bunu müsbət götürməliyik. Böyükdür birdən götürməliyik. X-in 3-dən böyük hallarında. Üzr istəyirəm. X-in bəli 3-dən böyük hallarında. Bu ifadə biz müsbət götürməliyik ki, bu mənfidir. Cavab dalınıb mənfi. Düzdürmü? Deməli, bunu müsbət götürməliyik. Yəni, böyük götürməliyik. Birdən böyük götürsək, X-in 3-dən böyük hallarında. Cavabımız olar uşaqlar A variantı. Sonra 9-da isə oturacağı A, deməli, bərabərində 3 bucağı verib bizə. Oturacağı da A-dır. Yan tərəfi B, deməli, B, bərabərində deyir ya. Perimetr isə P olan, perimetr nə olacaq? 2B üstəgəl A olacaq da, düzdürmü? Bərabərində 3 bucağı da A 3 ilə 5-in arasındadır. Perimetri isə haradadır? 15 ilə 11-in arasındadır. Düzdürmü?
Bizə B-ni qiymətləndirin deyir. Gəlin B-ni necə qiymətləndirək? Baxın, perimetrdən A-nı çıxsam, alaram 2B-ni. Onda yazaram 2 perimetrdən çıxıram A-nı. A da nədir? 5 ilə 3-dür. Düzdürmü? Burada alıram nə? P çıxaq A, alıram 10. Burada da alıram 8. Düzdürmü? P çıxaq A. İndi P çıxaq A nədir? 2B-dir. Onda 2B 10 ilə 8 arasındadırsa, onda B-ni də alıram 5 ilə 4 arasında. Cavabımız olur 4 ilə 5 arasında. Cavabımız olar B variantı. 10-cu sualda isə uşaqlar deyir A 8 ilə 18 ilə 12 arasındadır. Və B isə 6 ilə 3 arasındadır. Bizə A böl B nisbətinin ən böyük tam qiymətini tapın deyir. İndi A böl B-ni necə tapacağıq? Baxın, gəlin belə bölək. A 18 ilə 12 arasında, B isə 6 ilə 3 arasındadır. Biz bölmə edəndə çarpaz bölürdük də, düzdürmü? Deyirdik ki, A bölək B deməli 2 ilə 6 arasında çarpaz böləndə. Baxın, 12-ni böldüm 6-ya elədi 2 yazdım buradan və 18-i böldüm 3-ə düşdü 6 yazdım buradan. Deməli A ilə B 2 ilə 6-nın arasındadır. İndi bizə deyir ki, nisbətin ən böyük tam qiymətini tapın. İndi 2 ilə 6 arasında ən böyük ədəd hansıdır? 5-dir. Cavabımız olar 5. Açıq tiplidir, aşağısından yazıram 5. Sonra 11-ci suala baxaq. Deyir 2x minus 6 modulu kiçik bərabərdir A çıxar 4 bərabərsinin yeganə həlli olarsa bu həlli tapın. Uşaqlar, bu ifadənin yeganə həlli varsa o deməkdir ki, bu A çıxar 4 modulun yeganə həlli nə vaxt olur? Bir dənə sıfıra bərabər olanda. Yəni kiçik bərabər sıfırlarsa bir dənə həlli var, bərabər halda. Onda A çıxar 4 kiçikdir. A çıxar 4 daha doğrusu bərabər sıfır olsa A-nın olacaq 4 halında. Düzdür? A-nın 4 halını yoxlasaq, onda 2x çıxar 6 kiçik bərabər 0 yazsaq, 2x kiçik bərabərdir 6, x kiçik bərabərdir 3 almış olarıq. İndi bir tane deyil, bərabərsinin yeganə həlli olsa, bu yeganə həlli tapın. X-in 3 qiymətində uşaqlar. Cavabımız olacaq 3. 2-də isə uyğunluğu müəyyən edin. Birincidə bizə verib ki, modulda x çıxar 1 kiçikdir 2-dən. İkincidə bizə verib ki, modulda x kiçik bərabərdir 2-dən. Üçüncüdə isə modulda x plus 1 kiçikdir 2-dən. Belə bir hal verib və deyir bunları tapın. Aha, bunun həllinə baxaq uşaqlar. Birincinin həllinə yazıram aşağıdan. Birincinin həlli. Deməli, x çıxar 1 kiçikdir 2-dən. Bir dəfə də x çıxar 1 böyükdür mənfi 2-dən yazılıb həlliyirik. Burada alırıq x kiçikdir 3-dən. Burada x böyükdür mənfi 1-dən. Yəni, mənfi 1-dən böyükdən kiçik. Alırıq mənfi 1, 3. Düzdürmü? İkincinin həllini yazıram. Modul x kiçik, deməli x bir dəfə kiçik bərabər olacaq 2-dən, bir dəfə x böyük bərabər olacaq 2-dən, mənfi 2-dən. Cavabımız olacaq, deməli, mənfi 2, 2. Bu oldu ikinci cavab. Və üçüncünün həlli isə x üstə gəl 1, modulsuz yazaq da, birbaşa yazaq, kiçikdir 2-dən, bir dəfə də x üstə gəl 1, böyükdür mənfi 2-dən. Həll edək. X kiçikdir 1-dən, x böyükdür mənfi 3-dən. Deməli, cavabımız olacaq mənfi 3, 1. Aha. İndi bizə ən kiçik tam həllərini və yaxud tam həllərin sayını soruşur. Tam həllərin sayını istənədir burada. Deməli, 0-dır, 1-dir, 2-dir. 3 dənə tam həlli var. Deməli, 3 tam həlli var. 3 tam həlli. Burada isə mənfi 2, mənfi 1, 0, 1, 2, 5 tam həlli. Tezdir. Burada isə mənfi 2, mənfi 1, 0, 3 tam həlli. Aha. Tam həlləri belədir. Deməli,
Tam həllinin görə hansılar ödəyir? Sonra nə var? Ən kiçik tam həlli 0-dır. Görə ən kiçik tam həlli 0 olan hansıdır? Yoxdur. Sonra baxaq B-də. Tam həllərin sayı 5-dir. Tam həllərin sayı 5 olacaq 2-də. 2-də olacaq B. Və 1-də nə olacaq? 3-də nə olacaq? Gəlin belə eləyək də. Bura 1 yazaq, bura 2 yazaq. 2-də oldu B. 1-də 3 dənə tam həlli var. Görək 3 tam həlli yazdığı yoxdur. Tam həllərin sayı 4-dür. 0, 1, 2, burada 3 dənədir. Burada mənfi 2, mənfi 1, 0. Yəni 3 dənədir. Yox. Ən böyük tam həlli 0-dır. Ən böyük tam həlli 0 olan budur. Yəni 3-cü. 3-cüdə olacaq nə? Y. Aha, birinci nə oldu? Deməli, tam həllərinin cəmi 0-dır. Aha, tam həllərinin cəmi 0. Görək. Burada hansıları 0-dır, 1-dir, 2-dir. Bu deyil. Sonra tam həllərin cəmi 0. Burada mənfi 2, mənfi 1, 1, 2, 0. Bunda 0-dır yenə. Bu olacaq. Tam həllərinin sayı cəmi 0-dır olan C olacaq. 2-də yenə C oldu. Sonra görək nə qaldı? Burada isə deyir ki, birincidə deyir ki, ən kiçik tam həlli 0-dır. Burada 0, 1, 2. Aha, ən kiçik tam həlli 0 olan 1-də deyil. Bu da olacaq A. Cavabımız oldu belə uşaqlar. A, B, C, Y. A, B, C, Y. Belə. Sonra keçək sonuncu varianta, D variantına. D variantında isə sual 1-dən başlayaq. Deyir ki, yenə A 4 ilə 1 arasındadır. A kvadratı ifadəsinin ən kiçik və ən böyük tam qiymətinin cəmini tapın. Deməli, ən kiçik tam qiyməti ilə ən böyük tam qiymətinin cəmini soruşur. Necə tapacaq? Uşaqlar, A budursa, A kvadratı nə eləyəcək? 16 ilə 1 arasında yerləşəcək. Düzdürmü? İndi bunların cəmini soruşur. Ən kiçiyi nə olacaq? 1 olacaq. Ən kiçik tam qiymət oldu 1. 1 üstə gəlir. Ən böyük də olacaq 15-də. Düzdürmü? Cəmi eləyəcək 16. Cavabımız olaraq C variantı. Sonra 2-də isə ulduz işarəsinin yerinə aşağıdakılardan hansı yazılsa, modulda x minus 1 ulduz 0 bərabərsi x-in bütün qiymətlərində ödənir. Böyükdən 0-dan böyük və bərabər halında. Cavabımız olar D variantı. Çünki 0-dan böyük və bərabər hallarında modul həmişə, yəni 0-dan böyük bərabərdən bu bilirik. Sonra 3-də isə deməli bizə verib 2x plus 1 bölək 4, 3,5 ilə mənfi 2,5 arasında. Gəlin hər tərəfi 4-ə vuraq. Alacaq mənfi 10 kiçikdir. 2x plus 1 kiçikdir 14. Düzdürmü? Burada 2x kiçikdir 13. Kiçik bir atdım da sağa həm də sola. Kiçikdir necə? Mənfi 11. Düzdürmü? X kiçik olacaq 6,5-dən, böyük olacaq mənfi 5,5-dən. Cavabımız olacaq mənfi 5,5, 6,5. Yəni C variantı olar. Sonra 4-cü çalışmada isə x plus 1 bura x plus 4 böyükdür. Nədən? X minus 2-nin 2 ilə x minus 3-ün fərqinin hasilindən. Aha. Gəlin uşaqlar bunu yəni sadələşdirməyin bir yolu var. O da ki, vurub açıb sadələşdirmək. Bu da eləyəcək. X kvadratı üstə gələk 5x üstə gələk 4. Böyükdür. X kvadratı çıxaq 5x üstə gələk 6-dan. Bu belə. İndi keçirək bir tərəfə. X kvadratı üstə gəl 5x üstə gəl 4 çıxaq x kvadratı üstə gələk 5x çıxaq 6 böyükdür 0 bərabərsini əldə edəcək. Burada x kvadratları islah olacaq. Oxşar toplananları, oxşar bir hədləri toplasaq 10x çıxaq 2 böyükdür 0, x 10x böyükdür 2, x böyükdür 0,2. Cavabımız olacaq 0,2-dən böyüklər, yəni B variantı.
Beşinci çalışmada isə deyir bizə ki, A-nın hansı tam qiymətində modul x kiçik bərabərdir A bərabərsinin 5 tam həlli var. 5 dənə tam həlli olması üçün A-nın hansı qiyməti olmalıdır? Gəlin uşaqlar, burada ən kiçiyindən götürək, başlayaq görək hansı ola bilər. Çünki qiymət verib deyə bilərik əslində. Prosta gəlin qiymətləri yerinə qoyaq. 2-ni qoysaq yerinə modul x kiçik bərabər 2 qoysaq, bir dəfə x kiçik bərabər 2 deyir, bir dəfə x böyük bərabər mənfi 2 deyir. Sayaq hansılardır? Mənfi 2-dir, mənfi 1-dir, 0-dır, 1-dir və 2-dir. Neçə dənə oldu? 5 dənə. Deməli cavabımız olaraq D variantı 2. Kiçikdən başladıq, elə birinci də tapdıq. Sonra 6-da isə A deyir 2-6 aralığıdır. Yəni A çoxluğu böyük mütəzzini yazsaq 3, 4, 5'dir. Düzdürmü? Yəni aralıq olaraq verib. Və B-ni isə parça olaraq verib uşaqlar. 4 ilə 9'dur. Yəni B çoxluq olaraq 4, 5, 6, 7, 8 və 9'dan ibarətdir. Bizə deyir A minus B birləşmə B minus A çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Uşaqlar gəlin görək A minus B bizə nə verir? A'dan B çıxanda qalır bir dənə 3. Düzdürmü? A'dan B çıxanda. Və 3 birləşmə və B'dən A çıxanda qalır 6, 7, 8, 9. Və bunların ikisini birləşdirəndə nə alırıq? 3, 4, 5, daha doğrusu 3, 4 yox, üzr istəyirəm. 3, 6, 7, 8, 9 aldıq. Düzdürmü? Neçə element oldu? 5 dənə. Cavabımız olar 5 element. Yəni C variantı. Çalışma 7-də isə bizə verib x-in kubu üstə gəl 3x-in kvadratı üstə gəl x üstə gəl 3 böyükdür 0. Bərabərsinin sol tərəfini vurğular ayırın və həll edin. Bunun ikisindən x-in kvadratını çıxsaq, x üstə gəl 3 qalır. Burada da x üstə 3'ə dəymirəm. Böyükdür 0. Və hər ikisindən x plus 3'ü mötərizə xaricə çıxarsam, qalır x-in kvadratı üstə gəl 1, böyükdür 0. Uşaqlar, bu ifadə həmişə 0-dan böyükdür. Çünki x kvadratın ən kiçik qiyməti 0-dır. Üstünə 1 gələndə müsbətləyir. Bu müsbətsə, onda bunu da müsbət götürək ki, bu bərabərsizlik ödənsin. Yəni x üstə gəl 3 böyükdür 0 götürsək, x böyük olacaq mənfi 3-dən. Cavabımız olacaq C variantı. Sonra 8-ci sualda isə kökdə 2 minus 2 bura x minus 3 böyükdür kökdə 2 minus 2. Aha. Uşaqlar, bu ifadə nədir? Mənfidir. Mənfini müsbətə vursaq mənfi eləyər. Bu isə mənfidir. Düzdürmü? Bax, bu da mənfi, bu da mənfi. Deməli, mənfini mənfiyə vursaq mənfidən böyük eləyər. Düzdürmü? Bunu da mənfi götürəcək. Yəni x çıxal 3'ü kiçik götürəcək. Nədən? 1'dən. Çünki bunu buna böləndə 1 eləyir. Düzdürmü? Bax, bunu buna bölsək eləyəcək 1. Onda x kiçik olacaq nədən? 4'dən. 4'dən kiçiklər. Dörtdən kiçiklər harda var? B variantında. Cavabımız olar B. 9'da isə oturacağı A. Deməli, yenə 3 bucaqda oturacağımız isə A-dır. Yan tərəfi isə B. B olan bərabərinin üst bucaqda deyir A 7 ilə 3 arasında yerləşir. Və perimetrin deyir qiyməti 19 ilə 13 arasındadır. Və B-ni qiymətləndirin deyir. Necə qiymətləndirir? Uşaqlar, biz bilirik ki 3 dənə tərəfin cəmi, yəni perimetr 2B üstə gələk A-ya bərabər. Düzdür? 2 tərəf və 3-cü tərəfin cəmi. Və biz perimetrdən bu A-nı çıxsaq, alırıq 2B bərabərdir, P çıxaq A. Gəlin P'dən A-nı çıxaq, 2B bərabər götürək. P
P çıx A bizə nəyi verəcək? Baxın. P çıx A. Yəni 19 çıx 7, 13 çıx 3. Olacaq 12, 10. Düzdürmü? P çıx A nə deməkdir? 2B-dir, düzdürmü? İndi onda əvəzinə yazırıq bunu. 2B kiçikdir 12-dən, kiçikdir 10-dan. Burada B-nin nə alıb? 6 ilə 5-in arasında. Cavabımız olar 5 ilə 6-nın arasında. Yəni C variantı. Və 10-cu suala baxırıq. Deyir A 20 ədədi ilə 16 ədədin arasında yerləşir və B isə 2 ilə 4 arasında yerləşir. Bizdən A böl B nisbətini soruşur. Uşaqlar, biz böləndə necə yazırdıq dedik? 16, B-də isə 4 ilə 2 arasındadır. Biz böləndə deyirik çarpaz bölürdük. 16-nı 4-ə bölürdük. A böl B yazardıq birinci, yəni 4. 20-ni də 2-yə bölürdük, yazırdıq 10. Deməli A böl B 4 ilə 10 arasındadır. Düzdürmü? Bizə nə soruşurdu? Nisbətinin ən kiçik tam. İndi 4 ilə 10 arasında ən kiçik ədəd hansıdır? 5-dir də. 4-dən böyük eləcək 5. Yoxsa deyir nisbətinin ən kiçik tam qiymətini tapın. Ən kiçik olacaq 5. Sayımız oldu 5. Sonra 11-ci suala baxaq. 11. Modulda 2x minus 8 kiçik bərabərdir A minus 3. Bərabərsinin yeganə həlli olarsa, bu yeganə həlli tapın. Uşaqlar, modulun nə vaxt yeganə həlli olur? Bərabərdir, daha doğrusu kiçik bərabərdir 0 oldu da. Deməli bu 0 olsa, bax bu kiçik bərabər 0 halı olsa yeganə həll olur da, düzdürmü? Yeganə həll olması üçün A çıxal 3 kərə 0 olur. Deməli A-nın 3 qiymətində A-nın 3 qiymətində bunun yeganə halı olacaq. Yəni 2x çıxaq 8 2x çıxaq 8 nə olacaq? Kiçik bərabər 0 yazacağıq. Alacaq nə? 2x kiçik bərabərdir 8, x kiçik bərabərdir 4. Düzdürmü? Yeganə həll nə oldu? 4. Deyir ki, yeganə həll olarsa, bu yeganə həlli tapın. Cavabımız olar 4. Yəni elə 4-də yazırıq, 4. Elə bir variantı var. Sonra 12-yə baxırıq. 12 və sonuncu sualdaymış. Aha, birinci sualda bizə verib ki, x plus 2 kiçikdir 1. Gəlin bunu həll edək. Alırıq burada nə? X plus 2 kiçikdir 1. Bir də x plus 2 böyükdür mənfi 1. Burada alırıq nə? X kiçikdir mənfi 1-dən. X böyükdür mənfi 3-dən. Yəni mənfi 3 mənfi 1 aralıq. Doğrudurmu? Keçirik ikinciyə. Modul x kiçik bərabərdir 1. Yəni x kiçik bərabərdir 1-dən, x böyük bərabərdir mənfi 1-dən. Yəni parça olaraq mənfi 1, 1 aralıq. Bu da belə. Sonra üçüncüdə isə modulda x minus 2 kiçikdir 2-dən. Yəni x minus 2 bir dəfə 2-dən kiçik, bir dəfə də mənfi 2-dən böyük götürsək, alarıq burada x kiçikdir 4-dən, burada da var x böyükdür 0-dan. Deməli, onlar nə? 0-4 aralıq. Düzdürmü? Bu belə. İndi bizə nə deyir? Bizə deyir ki, yeganə tam həlli var. Yeganə tam həlli var. Baxaq görək hansının yeganə tam həlli var. Yeganə tam həlli var. Bəli, burada bir dənə tam həlli var. Baxın, mənfi 2-dir. Düzdürmü? Yeganə tam həlli var. Deməli, 1-də oldu A. 1-də yazıram A. Yox, balaca. 1-də oldu A. 2-yə baxıram. 2-də nə olacaq? 2-də
Nə var burada? Deməli 1, 2, 3 dənə tam həlli var. Tam həllərinin cəmi 3'dür. Görək tam həllərin sayı 3'dür. Baxın y'yə baxın. 3 dənə tam həlli var. Y oldu bunun cavabından biri. Sonra en büyük tam həlli 1'dir. Bəli, en büyük tam həlli 1'dir. C'də var. Baxın C. Sonra 3'e baxaq. 3'də görək nə olacaq? Bunun sonra 3'də isə nə aldıq? 0, 4 arası. Deməli neçə dənə tam həlli var bunun? 1, 2, 3. 3 dənə tam həlli var. 3 dənə tam həllərin sayı 3'dür. Tam həllərin cəmi 3'dür. Tam həllərinin bircə saniyə baxaq. Burada nə aldıq? Mənfi 2, 8, 0. Bu da 4. Düzdür? Tam həllərin sayı 3'dür. 2'də 10 aldıqda biz düzdürmü? 2'də y oldu. 1'də c oldu. Düzdürmü? 3'də. Biz 3'ə baxırıq. Yəni 3'ə. 3'dən almışıq 0 və 4 aralığı. Bu 0-4 aralığında nələr var? Tam həlləri nədir bunun? 1'dir, 2'dir və 3'dür. Deyir ki, tam həllərinin cəmi 3'dür. Yox, cəmi neçədir bunun? Tam həllərin cəmi 6 edir. Yox. En böyük tam həlli 1'dir. Tam həllərin cəmi 5'dir. Yox. Tam həllərin sayı 3'dür. Sayı 3'dür. Buyuraq. Tam həllərin sayı 3'dür. Bu da öyle. Əslində y. Tam həllərin cəmi 3'dür. Biz bunu götürmüşük bircə saniyə. Bu sonra əslində 3-cü variantda da y variantı diyor. Tam həllərin sayı 3 dənə də 0-4 aralığında 3 dənə tam həlli var. 1'dir, 2'dir, 3'dür. Bu ikisi doğrudur. 100%. Ama bu 3-cüdə isə y ödəyir. Qalanı ödəyir. Bu əgər 6'dır olsaydı, tam həllərin cəmi 6'dır. Buna b yaza bilərdik. Amma yazmır bax. 3 yaz. Buna görə tam həllərin cəmi 3 deyil. Sonra tam həlləri 1 deyil. Tam həllərin sayı 3'dür. Heç bir şey. Belə. Bu qədər uşaqlar. Uğurlar olsun. Kanala abunə olmağı unutmayın. Sağ olun.